Yuxu zamanı bədənin anidən ürpənməsi və yaxud da o kiçik sıçramalar halında birdən o bədənin atılması həmin insanın sinir sisteminin maksimum dərəcədə oyanıq olmağından irəli gəlir. Sinir sistemimiz real bir təhlükə olmadığı halda sanki bir təhlükə varmış kimi reaksiya verir. Bu spazmalar həmin o narahatlığın beyni və əzələ kütləsini gərgin tutmağından irəli gəlir ki, yuxu boyu da bədənimiz o yaşadıqlarımıza fiziki olaraq belə reaksiya verir. Bu hallar daha çox stres altında yaşayan, narahat, gərgin insanlarda tez-tez müşahidə edilir. Amma bu prosesi azaltmaq mümkündür. Belə ki, xüsusən də yatmazdan əvvəl rahatlama rutini yarada bilərsiniz. Buna ən bəsit nümunə nəfəs texnikalarıdır ki, nəfəs texnikaları bizim sinir sistemimizi əhəmiyyətli dərəcədə sakitləşdirməyə qadir bir texnikadır. Əgər bunu davamlı şəkildə edərsinizsə, kiçik fərqlərlə böyük nəticələr əldə edə bilərsiniz.